Dindarlığı asanlaşdıran ən əsas və alternativsiz, belə demək olarsa, ən mühüm yollardan biri və birincisi məhəbbətdir. Məhəbbət, Peyğəmbər və əhl-i beytinə məhəbbət yolu asanlaşdırır. Övliyalara məhəbbət haqqında danışmamışdan əvvəl Şəbaniyə münacatından, Əleyhisselamın Şəbaniyə münacatından bir cümlə deyim sizə. Əleyhisselam açıq şəffaf deyir: İlahi, sən ki görürsən mən düzəlmirəm, düzələ bilmirəm. Mən düzələ bilmirəm, islah ola bilmirəm. Ancaq bir halda mənim düzəlməyim mümkündür, islah olmağım mümkündür. Mən bir halda oyana bilirəm. Bir halda mən ancaq sənə tərəf hərəkət eləyə bilirəm. Ancaq bir halda mən günahdan qurtara bilərəm. Ancaq bir halda illa fi vaqtin ayqadtani li məhəbbətik. Ancaq o zaman ki sən məni öz məhəbbətindən oyadırsan. Ancaq sənin məhəbbətini hiss eləyəndə mən düzəlirəm. Məni islah eləyə bilər. Ancaq və ancaq sənin mənə olan sevgün. Vəssalam. Sənin mənə sevgün mənim əlimdən tutub bataqlıqdan qutara bilər. Sənin mənə sevgün məni islah eləyə bilər. Sevginin şiddətini adam hiss eləməlidir. Bir gün başını aşağı salmalıdır. Deməlidir ki, bu sevginin müqabilində günah eləmək ayıbdır. Bu ən təsirli islah yoludur. Və İmam Əli Əleyhisselam deyir ki, yeganə islah yoludur, təsirli yol. Məhəbbət mövzusu gəldi, daxil oldusa, bütün çətinliklər asan olur. Eşq ən çətin işi məşuqun dilindən deyə adama rahatlaşsın iş, asanlaşsın insan üçün. Ən ağır şeylər asanlaşdırır eşq. Ən ağır şeylər. Qiyamət günü bir söz deyəcəklər, hamımız lal olacaq. Qabaqcadan məndən demək. Qiyamət günü hamımızı lal eləyən bir söz var. Bizə deyəcəklər ki, sən niyə ona görə bu günə qaldın ki, İmam Hüseyni az istədin. Həzrət Əlini az istədin. Əliyə bax gör necə bəndə idi. Bunu az sevdin. Sənin günahın buydu. Yaxşı, namaz, oruc, həc, nə bilmən, xums, zəkat, yaxşı, bunlar çətin idi. Sevmək də çətin idi. Sevmək, sevgi. Sən bilirsən ki, sən bu övliyaları çox istəsəydin, hər şey düzələrdi. Hər şey sənin onlara sevgindən asılıdır. Sevgi möcüzələr yaradır. Qiyamət insanların lal olduğu gündür. Bizi susturan orada sevgi olacaq, sevgi.